Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 285-dən başlayaraq birinci məsələlərin izahını verəcəyəm. Bugünkü mövzumuz quru sularıdır. Quru sular bölməsində birinci qeydlər edək. Çayın düşməsi, demək çay şəbəkəsi, demək müəyyən ərazidə olan çay sistemlərinin cəminə çay şəbəkəsi deyilir və çay şəbəkəsinin sıxlığı bu cür düsturla hesablanır. Baxın, bu cür düsturla hesablanır və çay şəbəkəsinin əsas çay və onun qollarının uzunluğu, burada su toplayıcı hövzəsinin sahəsi bizə məsələ həllərində bu düsturlar bizə lazım olacaqdır. Sonra çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi çayın düşməsi adlanır. Burada qeyd olunur. Çayın meyilliyi nəyə deyilir? Çayın meyilliyi çayın düşməsinin onun uzunluğuna olan nisbətinə isə çayın meyilliyi deyilir. Çayın su sərfi nəyə deyilir? Çayın canlı enkəsindən 1 saniyə ərzində keçən suyun miqdarına çayın su sərfi deyilir. Və burada düsturlarla qeyd olunur və biz bu düsturlardan istifadə edəcəyik. Çayın illik axımı nəyə deyilir? Çayın illik axımı demək çayın il ərzində axıtdığı suyun miqdarıdır. Çayın orta illik axımını hesablamaq üçün 1 saniyə ərzində 1 saniyədəki su sərfini ildəki saniyələrin sayına vurmaq lazımdır və burada qeyd olunur illik axım demək bu düstur vasitəsilə hesablanır. Burada çayın orta illik axımı və çayın su sərfi, yəni hərflərlə qeyd olunur. Misal üçün çayın enkəsinin misal gətirək. Çayın enkəsindən 1 saniyədə keçən suyun miqdarı 200 kub metr olarsa, illik su sərfini kub kilometrlə hesablayın və burada düsturda rəqəmləri yerinə qoyub tapırıq. Demək 6,3 kub kilometri tapmış oluruq. 1 kub kilometr 10 üstü 9 kub metrdir. Və məsələmizin həllinə keçək. Ərazidəki çayların uzunluğu 240 kilometr, çay şəbəkəsinin sıxlığı isə 0,8